Bismillahirrahmanirrahim. Qardaşlar, İxlas surəsində olan hərflərdir. Bunların əbcəd dəyəri 444-dür. İndi gəlin baxaq görək nə üçün 444-dür. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi sallallahu Muhammed və ali Muhammed. Deməli 13 hərf görürük burada. Bu 13 hərf İxlas surəsinin kök hərfləridir. Yəni Bismillahirrahmanirrahim saymasaq, Qul huvallahu əhəd, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Bu 4 ayə 13 hərfdən ibarətdir. Amma Bismillahirrahmanirrahimi də saydıq, orada da biz 3 hərf görərik ki, B hərfi, sin hərfi və ra hərfi ki, burada yoxdur. Onlar da bura qatanda İxlas surəsindən sayanda 16 hərf olur. 16 isə 4-ün kvadratıdır. 4 dənə 4-ün 16-dır. İxlas surəsi də 4 ayədən ibarətdir. İndi İxlas surəsində kök hərflər 13 hərf idi. 13 hərfin rəqəmsal dəyəri 444 edir. Niyə? Əbcəd rəqəm sistemində əlif 1-dir, qaf 100-dür, ləm 30-dur, hə 5-dir, vav 6-dır, ha 8-dir, dəl 4-dür, sad 90-dır, mim 40-dır, sonra yə hərfi 10-dur, kəf hərfi 20-dir və fə hərfi 80-dir, nun hərfi 50-dir. Cəm neçələrdir? 444. Deməli, 444 rəqəm sistemidir. İxlas surəsi 3 dənə 4. İndi biz baxsaq, yenə nə görərik? Həmən İxlas surəsində iştirak edən hərflər ki var, bax, yenə həmən hərflərdir. Amma bu hərfləri necə yazmışam? 13 hərf yox, 15 hərf. Çünki Bismillahirrahmanirrahimdəki bə İxlasda yox idi, amma İxlasdan saymaq olar. Bismillahirrahmanirrahim axı İxlasdandır. Qul huvallahu əhəddən öncə gələn cümlə Bismillahirrahmanirrahimdəki bə. Məsələn, sin hərfi bayaq saymamışdım, indi saysam. Sonra bir də ra hərfi. Amma necə sayırıq? Əbcədlə yox, yenə 444 gələcək, fikir verin. Amma necə? Əbcədlə yox, əlifba sırası ilə. Amma ərəblərdə əlifba 2 cürdür. Yəni, müasir bildiyimiz əlifba, bu da 7-ci, 8-ci əsrdən başlayıb, Həzrət Əli əleyhissalamın vaxtından başlayıb. Çox güman ki, Həzrət Əli əleyhissalam onu tərtib edib ki, bizim bildiyimiz əlifba sistemi ki, əlifdən başlayır, yədə qutarır, əlif, bə, tə, sə, bax, bu cür cim, ha, xa, dəl, zəl, ra, zəl, sin, şin, bunlar 7-ci, 8-ci əsrdən. Amma ondan öncə Həzrəti Peyğəmbərimizin dövrünə qədər ərəblərdə əlifba sistemində 28 hərf bu cür əlifdən başlayıb yədə qutarmırdı. Əbcəd rəqəm sisteminin sayı ilə gedirdi. Necə? İndi mən sizə bunu göstərim. Əvvəlcə bundan əlavə bunu göstərim, necə gedirdi. Fikir verin, bu cür gedirdi ki, məsələn, əlif 1-ci hərfi idi ərəb əlifbasında, Peyğəmbərimizin vaxtında və ondan əvvəl. Bə 2-ci hərfi idi, deyəsən, nə olsun, indi də elədi. Cim 3-cü hərfi idi. Amma indi cimi biz necə görürük? Cim ərəb əlifbasında 4-cü hərf olur, düzdürmü? Əlif, bə, tə, fə, cim, ha, xa, belə gedir. Amma görürsünüz, burada o yoxdur. Əbcəddən istifadə ediblər. Əlif 1-dir, bə 2-dir, cim 3-dür, dəl 4-dür, hə 5-dir, vav 6-dır, zə hərfi 7-dir, ha 8-dir, ta 9-dur. Əbcəd dəyəri ilə. Amma elə ki, keçdi 10-a, yə 10-dur. Əbcəddə də 10-dur. Peyğəmbərimizin vaxtındakı ərəb əlifbasında da yə hərfi, bəli, yenə 10-cu yerdə idi. Amma elə ki, keçdi 11-ə, əbcəd sistemindən istifadə ediblər. Yəni, kəf hərfi ki, əbcəddə 20-dir, deyiblər ki, kəf hərfinin əlifba sırasında dəyəri neçədir? Dəyəri 11-dir.
Ləm hərfi əbcəd rəqəm sistemində neçədir ləm hərfinin dəyəri? 30-dur əbcəddə. Amma deyiblər, sən 12-ci hərfsən. Yəni, yə 10-dur, kəf 20-dir, ləm 30-dur, mim 40-dır, onluqlar gedir. 10, 20, 30, 40. Sonra neçə gəlir? Yenə onluğun 50 sistemi. 50, 60, 70, 80, 90. 9 dənə onluğumuz var, 9 təhliyimiz, 9 dənə də yüzlüyümüz, 1 dənə də minliyimiz. Bunları əbcəd rəqəm sistemin qoyublar, əlifbanı bu cür yaradıblar. Deyiblər ki, əbcəddə ta yə hərfinə qədər əlifba sırası ilə əbcəd dəyəri eynidir. Amma elə ki, keçdik kəfə, kəf hərfi 11-ci hərfdir, amma əbcəd dəyəri 20-dir. Mim, ləm hərfi əbcəd dəyəri 30-dur, amma 12-ci hərfdir. Mim 13-cü hərfdir. Bax, fikir verin hərflər. Nun 14, sin 15, əyn 16, fə 17, sonra sad 18. Ondan sonra keçiblər yüzlük sisteminə. Yüzlük sistemində qaf 100-dür, ra 200-dür, şin 300-dür, tə 400, sə 500 olurdu da əbcəd rəqəm sistemində. Həmən şeydən, saddan keçiblər 18-dən, deyiblər ki, qaf hərfi 19-cu hərfdir, ra hərfi 20-ci hərfdir, şin 21-ci hərf, ta 28-ci hərfdə hansıdır? Qayn hərfi. Halbuki əbcəddə mindir. Yəni, əbcəd dəyər sistemin təhlikləri, onluqları, bir də yüzlükləri alt-alta düzüblər. Əbcəddə 9 dənə təhlik, 9 dənə onluq və 9 dənə də yüzlük sistemi var da, bir dənə də minlik. Bunlar da alt-alta qoyublar təhlik, onluq, yüzlük, əlifba sistemində də ad veriblər buna. Və bu cür gedirdi 7-ci, 8-ci əsrə qədər. Bundan sonra dəyişdi. İndi mən həmən köhnə əlifbanı, həmən Peyğəmbərimizin vaxtında olan əlifbanı və Həzrət Əleyhisselamın vaxtında olan əlifbanın ikisini də yazıram. Yenə gəlir 444-ə çıxır. Bu möcüzə bundan ibarətdir. Və nəyi yazıram? 28 hərfin hamısını mı? Yox. Bu İxlas surəsindəki sizə demişdim ki, İxlas surəsində 13 dənə hərfi yazdım, 444 elədi. İndi 16 hərfi yazıram İxlas surəsində, çünki Bismillahirrahmanirrahimdəki 3 dənə hərfi də bunun üzərinə qatanda 16 eləyir. Gəlin baxaq. Əlif 1-dir, bə 2-dir, hər iki sistemdə. Sin 12-ci hərfdir, ərəb əlifbasında, amma Peyğəmbərimizin vaxtında 15-ci hərfi idi. Mim 24-cü hərfdir, Əleyhisselamın vaxtında, amma Peyğəmbərin vaxtında 13-cü hərfi idi. Fikir verin, ləm ərəb əlifbasında hal-hazırda 23-cü hərfdir, amma Peyğəmbərin vaxtında 12-ci hərfi idi. Və bu cür belə baxsaz, bu cür hamısına bir-bir baxsaz, yə hərfi hal-hazırda 28-ci hərfdir Əleyhisselamın vaxtında, amma Peyğəmbərin vaxtında 10-cu hərfi idi. Və bu cür bunlar hamısına bir-bir belə baxsaz, neçə eləyir? 268 eləyir. 268 nə eləyir? Həzrət Əleyhisselamın vaxtında ərəb əlifbasında İxlas surəsində işlənən 16 hərfin rəqəmsal dəyərini toplasaq. Bəs yaxşı, Peyğəmbərin vaxtında ərəb əlifbasındakı rəqəmsal dəyəri hesablayıb 16 hərfi toplasaq neçə eləyir? 175. Hər ikisinin, Əleyhisselamın, Peyğəmbərin, hər ikisinin vaxtındakı ikisini də toplayanda 269 ilə 175-i eləyir 444. Yəni, burada da 444-ü göstərdi. Burada da 13 hərfi hesablayanda yenə 444-ü göstərdi. Yəni, bu çox belə həqiqətən maraqlıdır və bir möcüzədir. Fikir verin, məsələn, İxlas surəsidir də. İxlas surəsində siz qul kəlməsinə baxsaz, qul. Hal-hazırki ərəb əlifbasında ləm hərfi 23-cü hərfdir, qaf hərfi 21-ci hərfdir.
Qul kəlməsi de deməkdir. De, danış. Rəqəmsal dəyəri 44-dür. 23 topla 21 elədə 44. Qulla başlayır. Elə 44 sistemi ilə 44 deyə başlayır sanki. Məsələn, neçə dənə şəms hərfi var Bismillahirrahmanirrahimdə? Bir dənə sin, bir dənə ləm, bir dənə ra, bir dənə nun. 4 dənə şəms hərfi var. Deyirsiniz ki, bu ra da şəmsdir. Ta bunu dedik də. Bir dənə ra dediksə artıq getdi. 4 dənə şəms var Bismillahirrahmanirrahimdə. 4 rəqəmi. Yaxşı. Elə isə onda baxaq görək. İxlas surəsində cəmi 4 dənə dedik şəms hərfi var. Bəs yaxşı, əgər Bismillahirrahmanirrahim oxumasaq, İxlas surəsində neçə dənə şəms hərfi var? 4 dənə yenə. Dəl, ləm, sad, nun. Yenə 4 dənə. Yerdə qalan dəllər təkrardır. Və 4 dənə də ayədən ibarətdir. Axırı dəllə qutarır. Dəl də rəqəmsal dəyəri 4-dür. 4, 4, 4, 4 dənə 4-ün deyil 32. Və Bismillahirrahmanirrahimdən qutarır. Axırı mıdır. Bunun da əbcət rəqəm dəyəri eləyir 40. Neçə elədir? 56. İndi əlifba sırası ilə baxsaq, artıq mim 40 deyil 24-dür. 4 dənə d-lar 1, 2, 3, 4. 4 dənə ayənin axırındakı d gəlir. Ayənin axırındakı, cümlənin axırındakı d-lar artıq 4 yox, ərəb əlifbasında 8-dir. Hal-hazırki ərəb əlifbasında. Bu da elədir 32. 32 topla 24, yenə 56. Yəni, əlifba sırası ilə baxsaq, İxlas surəsinin son hərfləri 56. Yox, əbcət rəqəm sistemi ilə baxsaq, yenə 56. 256 neçə edir? 112. 112 Quran-ı Kərim neçənci surəsidir? Elə İxlas surəsidir. 112-ci surə İxlas surəsidir. Yəni, bunlar nəyi göstərir? Hətta mən sizə burada bir şey də deyim, yadımdan çıxmamış. Deməli, dedik ki, 175 nə idi? Köhnə Peyğəmbərin vaxtındakı ərəb əlifbasının dəyərləri 16 hərf. İxlasda iştirak edən 16 hərf. Dedik ki, Əli əleyhissalamın vaxtındakı ərəb əlifbasında dəyəri ilə hesablayanda isə 269 edir. İndi siz bunu, bax bu 175 var, 175 Peyğəmbərin vaxtındakı ərəb əlifbası. 170-ə tərsdən baxanda 571 eləyir. 571 Peyğəmbərin anadan olma ilə. Və deyərsiniz ki, təsadüfdür da deyərsiniz. İndi məsələ odur ki, mən başqa bir videolarımda göstərmişəm ki, Qul huvəllahu əhəd Allahu saməd ləm yəlid kəlməsinə qədər oxuyanda qaf 100-dür, ləm 30-dur, hə 5-dir, vav 6-dır, Allah kəlməsi 66-dır, əlif 1-dir, ha 8, dəl 4, Allah kəlməsi 66. Bu cür yenə baxanda ləm yəlid vav və ləm yəlid və kəlməsinə qədər də 571-dir. Fikir verin. Deyək ki, Qul huvəllah əhəd, deyək ki, o Allah birdir, Allah bir ehtiyacdır. Ləm yəlid doğmayıb. Həqiqətən Həzrəti Peyğəmbər anası Həzrəti Əminə Peyğəmbəri doğmayıb. Deyir, ləm yəlid doğmayıb. Allaha aidəsində bu doğmayıb. Amma axı Quranın 7 batini, hər batində 7 batini var. Başqa bir fəlsəfə ilə də ləm yəlid doğmayıb, həm Allah doğmayıb, həm Həzrəti Əminə Peyğəmbəri doğmayıb. Çünki 571 tamam olmur. Qafdan hesablayanda 571 tamam olmur. Vav hərfi ki gəldi, vav 6-dır. Birbaşa 571 tamam olur. Vav hərfi bir dənə uşağa bənzəyir. Doğulmuş bir uşağa. Rəqəmsal dəyərdə 6-dır. 6 artıq bu rəqəmsal sistemə gələndə Qul huvəllahu əhəd Allahu saməd ləm yəlid və deyən kimi artıq 571. Hansı Allahın adından söhbət gedir? Doğmayıb. Başqa bir mənada da Həzrəti Əminə Həzrəti Peyğəmbəri doğmayıb. Amma ha vaxt doğdu 571. 6 rəqəmi gələn kimi 6 da vavdaydı. Artıq Həzrəti Peyğəmbər doğuldu və vav hərfi də birbaşa uşağa bənzəyir.